bizim kənd kəsərlərimizin hamısını yandırdınız. Bizim kəndçilərin hamısını qırdınız. Bizə məxsus olan evlərin hamısını yandırmışsınız. Bugün amma gəlib burada... İndi görürsən, bir evdə yandırmamışıq, qoymamışıq. Sən görürsən, hələ də gülümsəyərək danışırsan. Amma sən bil, sən bizə düşməndən əlavə ermənisən. Sən erməni olaraq bizim əslimizə, nəslimizə, kökümüzə problem yaratmışsan. Sən buradakiları görürsən, burada onlarla əskəri siz zədələmişsiniz. Onlarla bu uşaqların dostu, qardaşı şəhid olubdur. Sənin oğlun, sənin bacın oğlu, sənin qardaşın oğlu, sənin əslin, nəslin kökün eləyib. Amma sən bilirsən, heç nə demə, mənə də qardaş demə, məndən sağ qardaş olmaz. Anlama, sən ermənisən ona görə ki. Amma sən görürsən, bunlar sənə bax, bu şansı yaradır. Sən bu özüvə aid olan bu zirzibili yığışdırıb getməyə. Bir də axırıncı səfər olsun, get, hər bir erməniyə çatdır. Axırıncı səfər olsun, bir də bizlə düşmənçilik eləmək istəyəsiniz. Biz eləməmişik. Az danla da. Biz eləməmişik onu. Biz eləməmişik, o düşmənçilik. Mən fəhlə adamam, nə bilim, böyüklər nə yaradır. Biri oradan belə eləyir, deyir, belə elə, biri də oradan deyir, belə elə, nə bilim mən. Fəhlə, bura haradır? Buradan rayondur. Sən nə cırdırırsan onda burada? Mən burada yaşamıram, mənim evim Hayır, oradadır. sən burada nə cırdırırsan? Bəs bura nəyə gəlmişsən? Hə? Yığışdırın zirzibilinizi, tez də yoxa çıxın buradan. Tez. Tezcik. Biraz cəhd tərpən. Bu qədər ola bilməz. Bu qədər ola bilməz. Biraz tez yığın, gedin. Aslında sen maçı değil de yürüyüş geçmiyor.